Arkadaşlar, həmçinin bir də fayda deyim sizə, barakallahu fikum. E, Müsəlmana yaraşan budur ki, oruçlu olduğu halda misvaqdan istifadə etsin. Yəni, heç də elə bilməyin ki, misvaqın orucumuza xələli var. İbn Sirin rahimallah söyləyərdi ki, oruclunun yaş misvaqdan istifadə etməsində bir qadağa yoxdur. Yaş misvaq deyərdi. Yəni sulu misvaqdan istifadə etməkdə qadağa yoxdur. Hətta İbn Sirin rahimallaha irad tuturlar, deyirlər ki, bəs yaş misvaqın dadı var, dadını hiss eləyirəm axı. İbn Sirin rahimallah deyərdi ki, dəstəmaz aldığın suda da dadı var. İnnel hamdelellahi nahmaduhu ve nesta'inuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد İlk növbədə qardaşlar salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra Allah həmsanlar edirəm. Şükür olsun Rəbbimizə ki, Allah subhanətə bizi gözəl, mübarək iftar məclisində cəm edib birlikdə. Allah həmsanlar olsun. Allah subhanət Allah kimlər ki səbəbdir, kimlər ki bu iftarı verir, Allah onlardan qəbul etsin. Allahümme amin. Elhamdülillah artıq mübarək olan günlərdəyik. Hansı ki 1000 aydan xeyirli olan, savabları digər günlərdən daha savablı və eləcə də necə ki İbn Rəcəb Rahimallah buyurur, günahları da digər günlərdən daha əzəmətli olan bir günlərdir. Allah'tan istirik ki, Allah subhanət Allah bizləri onun razı qaldığı əməlləri yerinə yetirməyə və qadağan etdiyi şeylərdən çəkinməyə Allah bizləri müvəffəq eləsin. Allahümme amin. Dəyərli qardaşlar, biz keçən məclisimizdə artıq oxuduq, bildik ki, oruz bizə fərz edilib və dəlili öyrəndik və bildik ki, oruzda olan hikmət, necə ki, Şeyx Fövzan Hafizahullah buyurdu ki, ayədə Allah subhanahu wa ta'ala buyurur ki, Kutibe aleykum, ya eyyühəl-ləzine əmənu, kutibe aleykumus-siyam, kəmə kutibe aləl-ləzine min qablikum, ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən əvvəlki nəsillərə oruç fərz edildiyi kimi, sizə də fərz edildi, vacib buyuruldu. Və ayənin sonunda uzaq Rəbbimiz buyurur ki, ləalləkum təttəqun, bəlkə Allahdan qorxasınız. Və Şeyx Fövzan Hafizahullah buyurdu ki, həzə bəyən lil-hikmə minəs-siyam. فَلَعَلَّكُمْ تَتَّقُونَ بَيَانْ لِلْحِكْمَةِ فِي مَشْرُعِيَّةِ الصِّيَامِ. Burada bəlkə Allahdan qorxasınız, orucda olan hikmətin, orucun şəriət olmasında olan hikmətin bəyanıdır, qardaşlar. Yəni biz oruc tutmaqla Allahdan qorxmağı əldə edirik. Və Şeyx buyurur ki, çünki təqva, oruc təqvanın hasil olmasına səbəbdir. Liyənnəs-siyam yətruku bihil-insan mə'lufatihi və şəhvatihi. Çünki insan oruc tutmaqla, Şeyx buyurur ki, adət etdiyi şeylərdən, şəhvətlərdən və istədiyi, rəğbət göstərdiyi şeylərdən qorunaraq təqarrubən ilallah subhanahu wa ta'ala. Allah subhanahu wa ta'ala'ya yaxınlaşır. Çünki oruc səndə qadağan edir yeməyi, içməyi, haram olan şeyləri, şəhvətləri və bununla da sən uca Rəbbinə yaxınlaşırsan. Və bununla Şeyx buyurur ki, səndə təqva hasıl olur. Və necə ki, nəfsin şiddətli şəhvətindən sən oruç tutmaqla xilas olursun. Liyənnə şeytan yecri min İbn Ədəm məcriddən. Şeyx buyurur ki, çünki şeytan Adəm övladının damarlarında qan axdığı kimi dövr edir, cərəyan edir. Və insan oruç tutmağı ilə bu şəhvətlərdən qorunmuş olur. Və beləliklə Şeyx buyurur ki, oruc ondan inir, ona şəhvətlərdən mane olur və bu da şeytanın sənə, yəni musallat etməsindən, hakim olmasından qurtarır. Sən, yəni şəhvətləri tərk eləməklə Şeyx Salih Fövzan Hafizahullah buyurur ki, yed'afu mecraddəm fəyaturru şeytan.
qanın damarda axması zəifləyir. Fikir verin qardaşlar, şeyx nə deyir? İnsan şəhvətlərdən uzaq durmaqla, çəkinməklə qanın damarda axma sürəti zəifləyir və beləcə də şeytan ondan uzaqlaşdırılır. Fəfsiyam husulü təqvəlləti hiyə cəmməul xaykur kulləhu. Xeyirlərin hamısının özündə cəm edən təqva beləliklə səndə hasil olmuş olur. Oruç tutmaqla xeyirlərin hamısını cəm edən təqva səndə hasil olmuş olur. Və bu da fəhəvihi fəidətus siyam ənəhu yusabbibit təqva. Şeyx buyurur ki, bu da oruç tutmağın faydasıdır ki, sən təqvaya yiyələnirsən. Təqvaya nail olmuş olursun. Təqva nədir? Allah qorxusu. Təqva nədir? Allahın əmr etdiklərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək deyilir. Sən bununla oruç tutaraq, həmçinin səndə o fayda hasil olur ki, səndə Allah qorxusu. Sən Allahdan qorxursan, Allahın haram etdiyi şəhvətlərdən çəkinirsən. Və həmçinin şeyx buyurur ki, əs-siyam yudarribuhu alə təcənnəbul haram. İnsanın haramlardan çəkinməyində oruç bir növ insanı alışdırır, tərbiyələndirir. Sən oruç tutmaqla Allahın haram etdiyi şeylərdən çəkinirsən və bunun üzərində sən yetişirsən, tərbiyələnirsən. Həmçinin insanın nəfsini pis işlərdən qorumaqda oruç insanı öyrəşdirir. Sən artıq oruç tutmaqla öyrəşirsən, öz nəfsi qoruyursan, haram olan şeylərdən, dilindən, istər əzalarınla, qəlbinlə, bütün günahlardan çəkinirsən və buna bir ay boyunca artıq sənin həm zahiri, həm də batini, qəlbin buna öyrəşir, yəni tərbiyələnir. Və insan bununla həmçinin şeyx buyurur ki, təcidus saim əqrab iləl xayr minəl muftir. Görərsən ki, oruclu, oruç tutmayandan xeyirlərə daha yəni yaxın olur, daha tez nail olur. Və həmçinin şeyx buyurur ki, təciduhu yəhrisu alə tilavətil Qur'an və aləs-salah. Sən oruç tutan adamı görərsən ki, o çoxlu Quran oxuyur. Yəni buna həris olur, çoxlu Quran oxumağa, çoxlu namaz qılmağa. Və yəshabu iləl məscid mubəkkiran və həmçinin oruç tutan adamı məscidə tez gedən görərsən. Və siyam leyyənəhu litta'a. Oruç tutma itayət üçün bəndənin, qulun qəlbin yumşaldır. Yəni bunlar hamısı qardaşlar orucla nail olunur. Oruc bir tərbiyədir. Oruc bir tərbiyədir. Sənə haramlardan çəkinməyə kömək edir və bunun üzərində səni tərbiyələndirir, yetişdirir. Və beləliklə biz artıq bununla bilmiş olduq ki, orucda olan hikmətlərdən biri nə idi? Əsas başlıca hikməti təqvanın hasıl olmasıdır, Allah qorxusunun hasıl olmasıdır. Və həmçinin sənin haramlardan çəkinməkdə yetişməyindir. Artıq alışırsan sən buna. Sənin üçün rahat olur. Digər aylarda, Ramazandan sonra haramlardan çəkinmək artıq çünki 30 gün müddətində, 29 gün müddətində sən haramlardan uzaq durmuş olursan və bədənin də buna öyrəşmiş olur. Və həmçinin İbn-i Cəvzi rahiməllah Ət-Təbsirə kitabında gətirir ki, xəlifə Məmundan soruşurlar ki, hikmət baxımından orucun faydası nədir? O da cavab verir ki, Allah yoxsulun şiddətli azlıqdan nələr çəkdiyini bilir. Buna görə də varlılara orucu fərz etdi ki, onlar da az qalıb kasıbın, fəqirin, yoxsulun azlıqdan nələr çəkdiyini dadsınlar. Və həmçinin İbn Rəcəb rahimehullah söyləyir ki, "Vəyənbəği lis-saim ən yetəşəğələ tulə nəharihi biz-zikr və-tilavə." Oruç tutana yaraşan odur ki, gündüzlərin çoxlu namaz qılmaqla, zikr etməklə, Quran oxumaqla keçirsinlər. Və kənə Şəfii radiyallahu anhu. İbn Rəcəb rahimehullah görün nə deyir İmam Şafi haqqında? Radiyallahu anhu. Allah ondan razı olsun. İmam Şafi rahimehullah yaxtümü fi Ramazan 60 xatmən. Ramazanda Quranı 60 dəfə xətm edərdi. Fikir verin.
60 dəfə Ramazanda Quranı xətm eləyərdi. Həmçinin İbn Rəcəb rahimehullah Lataiful Maarif əsərində gətirir ki, bu namazlarından əlavə olanı idi İmam Şafinin. Yəni hələ namazlarında da nə qədər Quranı xətm eləyərdi rahimehullah. Baxın qardaşlar, Quran səndə bunu alışdırır. Quran səni bununla tərbiyələndirir bir ay müddətində. Artıq Ramazandan savayı olan aylarda sənin üçün rahat olur Quran oxumaq. Şəhvətlərdən çəkinmək sənin üçün, haramlardan çəkinmək sənin üçün rahat olmuş olur. Və həmçinin Az-Zuhri rahimehallahdan rivayet olunur ki, o söyləyir ki, təsbihatun fi Ramazan xayrun min elfi təsbihatin fi qeyrihi. Ramazanda edilən zikirlər, Subhanallah zikri və digər həmçinin zikirlər, digər aylarda edilən 1000 zikirdən daha xeyirlidir, daha əfsəldir. Yəni, bizlər çalışmalıyıq ki, bu günlərimizi çoxlu zikir etməklə, çoxlu Quran oxumaqla keçirək. Xüsusən gündüzlərimizi. Gecələr də mərufdur. Ramazan gecələri çoxlu namaz qılmaqla keçirilir. Misal olaraq da təravih namazı buna örnəkdir. Və həmçinin İbn Cəvzi rahimehullah gətirir ki, oruclunun ədəbləri vardır. Yəni, oruclu üçün ədəblər vardır. Bunlar da əsasən iki şeydə cəmlənib. Zahiri əzalarında, yəni zahiri əzalarını qoruyacaqsın haramlardan, günahlara düşməkdən və batini düşüncələrindən, yəni qəlbində də buna nəzarət eləmiş olacaqsın. Və ikisi də sənin haramlardan zahirini də, batinini də qorumağın orucun ədəblərindən sayılır, qardaşlar. Və Şeyx İbn Cəvzi rahimehullah buyurur ki, və xüsusən diqqətli olmalısan, qorumalısan özünü gündüzləri, oruclu olduğun halda çirkin sözlərdən və qeybətdən uzaq durmalısan. Pis sözlər, Allahın sevmədiyi, Rəsulunun sevmədiyi pis kəlmələrdən, ifadələrdən dilini oruc tutmalısan. Dəyərli qardaşlar, bilirik, xatırlatma olsun, oruc tutmaq heç də səndən yalnız tələb edilən yeməkdən və içməkdən oruc olmaq deyildir. Sən dilin də oruç tutacaq, gözün də oruç tutacaq, bütün əzaların, qulağın da oruç tutacaq. Pis söz, pis ifadələr işlətməyəcəksən. Onlardan oruc olacaqsan sən. Və həmçinin şeyx buyurur ki, insanların ətini yeməyə davam edən kəs oruç tutmuş sayılmaz. Yəni, qeybət edən şəxs oruç tutmuş sayılmaz. Sən dilini qeybətdən qoruyacaqsan. Və dəlil olaraq Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən ləm yədə qavluz zur vəl-aməl bihi vəl-cəhl fəleysə lillahi həcətun ən yədə təaməhu və şərabəhu. Pis sözləri, pis əməlləri, cahil işləri tərk etməyənin Allahın onun orucuna ehtiyacı yoxdur. Hədisdə gəlir. Kim ki pis ifadələr, sözlər, əməllər, cahil əməllərin tərk eləmirsə, Allahın onun orucuna ehtiyacı yoxdur. Demək, bizdən Rəbbimizin tələb etdiyi yalnız yeməyi və suyu tərk etmək deyil. Həmçinin pis ifadələri də tərk etməkdir. Necə ki, İbn Cəvzi rahimehullah deyir, kim ki qeybət edir, onun orucu yoxdur. Allah qorusun. Və həmçinin qardaşlar, orucun da ədəbləri vardır. Və onlardan sahuru gedişdirəcəksən. Yəni, azana kimi. Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Təsəhhəru fə innə fis-suhuri bərəkə. Və həmçinin də sahurda bərəkət var, qardaşlar. Necə ki, hədisdə keçdi ki, Allah Rasulü buyurur, sahur edin, çünki sahurda bərəkət vardır. Yəni, şeyxlər hətta deyirlər ki, bir su belə olsa, heç olmasa sahurda içkinə. Ki, sahurdan sənin payın olsun, çünki bərəkət var. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabesilik var bunlar. Və həmçinin də qardaşlar, iftarı tezləşdirəcəksən. Gedişdirmək yox, tezləşdirəcəksən. Nədir dəlil? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə yəzəlun nəsu bi xayrin mə əccələn nəsul fitra. İnsanlar iftarı tezləşdirdikləri müddətcə Allah Rasulü buyurur ki, onlar xeyir içindədirlər. Baxın, hədisin siyaqında ardı ilə Allah Rasulü görün nə deyir? Səbəbin buyurur, iftarı tezləşdirməkdə. Nə deməkdir, qardaşlar, iftarı tezləşdirmək? Yəni, azan verilən kimi sən artıq iftar eləmiş olursan, orucu açırsan.
Allahu Ekber, Allahu Ekber. Xurma varsa, xurma götürərək Bismillah və zikrini oxuyaraq oruc açmış olursan. Tezləşdirmək budur. Yəni azandan tez yox. Səbəbin Allah Rasulü buyurur. Söyləyir ki, لِيَنَّ الْيَهُودُ وَالنَّسَارَ يُؤَخِّرُونَ. Çünki Yahudilər və xaçpərəslər onlar iftarı gecikdirərlər. Hətta gəlir ki, yəni ulduzlar görünənə kimi gecikdirərlər. Yəni bizə də düşən Peyğəmbər sallallahu aleyhi və səlləmin əmr etdiklərini yerinə yetirməkdir. Bərəkət də bundadır. Həmçinin sünnədəndir, Yahudi və xristiyanlara müxalif olmaq. Onlar gecikdirərlər iftarı, biz isə tezləşdirəcəyik. Yəni azan verilən kimi açacaqsan. Heç də dəyərli müsəlman, elə fikirləşmə ki, bir 2 dəqiqə, 5 dəqiqə eşidirik də deyir ki, bir 5-10 dəqiqə gecikdirməklə nə olacaq ki? Qoy tam arxayın olun, vaxt girsin. Xeyr qardaş, vaxt artıq səhih vaxt əlində olan cədvəl doğrudur. Artıq vaxt girmiş olur. Sən də ona görə tələsməlisən, Peyğəmbərinə tabi olmalısın. Və həmçinin vaxtımız qısadır. Yekun olaraq ədəblərindən sayılır. İbn Ömər radiyallahu anhu söyləyir ki, Allah Rasulü iftarında bu zikirlə başlayardı. Qalə Rasulullah sallallahu aleyhi və səlləm İzə aftara qalə zəhəbəz-zamən vəbtəllətil-uruq və səbətəl əcru inşallah. Bu zikri deyərdi. Artıq iftar edəcək. Etməmişdən əvvəl bunu deyərdi Muhammed sallallahu aleyhi və səlləm. Zəhəbəz-zamən vəbtəllətil-uruq səbətəl əcru inşallah. Susuzluq getdi, damarlar islandı, inşallah əcr tam verildi. Mənası da budur. Allahdan istəyir ki, Allah Subhanahu bizim oruclarımızı və qiyamlarımızı qəbul etsin. Allah hər birinizdən razı olsun. Bizləri xeyir əməldə yarışan qullarını etsin. Aqulu ma tasma'un və estağfirullah li və lekum və lisa'iril muslimin min kulli zam və estağfiruhu innehu huvel gafurur rahim.